Tetricqaro Bələdiyyəsində 12 illik inkişaf strategiyasının ictimai müzakirəsi keçirildi. Tetricqaro Açıq Səma Altında Muzey adlı sənəd bələdiyyənin inkişafının əsas baxışını müəyyənləşdirir və prioritet istiqamətlər kimi sosial, iqtisadi və ekoloji davamlılığı nəzərdə tutur. Strategiya həmçinin Ağbulağı yaşamaq, işləmək və istirahət etmək üçün daha cəlbedici bələdiyyəyə çevirməyə imkan verəcək mühitin yaradılmasını nəzərdə tutur. Sənəd ictimaiyyət üçün açıqdır və müzakirə mərhələsində istənilən maraqlı şəxs öz fikir və tövsiyələrini təqdim edə bilər. Təqdim olunan təkliflər strategiyanın yekun variantının hazırlanması prosesində nəzərə alınacaq. Bildiyiniz kimi, bələdiyyələrdə uzunmüddətli strategiyanın hazırlanma prosesi davam edir. Bugün Tetricqaro Bələdiyyəsində sözü gedən sənədin ictimai müzakirəsi keçdi. Görüşdə bələdiyyənin sakinləri iştirak edirdi. Maraqlı sualları var idi. Çalışırıq hər sahədən olan vətəndaşlar bu müzakirələrə cəlb olunsun. Çünki sənəd bələdiyyənin inkişafına aiddir. Komokardi bələdiyyələrində müzakirələr davam edir. Tetricqaroda da buraya aid strategiya sənədini ictimaiyyətə təqdim etdik. Əhalinin bu sənədin yaradılmasında fəal olması çox sevindirici haldır. Bələdiyyədə infrastrukturanı təmin etmək, təhsil sahəsi və turizmin inkişafı bu istiqamətləri əsas götürmüşük. Biz təhsilə xüsusi önəm veririk. Bələdiyyənin gənclərinə dəstək oluruq. Öz bələdiyyəmizdə qalmaları üçün şərait yaradırıq. Hazırda təbii qazın çəkilməsi prosesi gedir. Su ilə bağlı deyim ki, su şəbəkəsi olmayan kəndlər çox azdır. Bu istiqamətdə də işlər davam edir. Yolları da bərpa etməkdə davam edirik. Cənab Mixeil Abtsiauri bələdiyyənin 12 illik planını təqdim etdi. Sənəd sakinlər üçün əlçatandır. Hər kəs öz fikrini oraya daxil edə bilər. Təqdimatda bələdiyyə üçün əhəmiyyət daşıyan sahələrin inkişafından danışıldı. Gürcüstan hökumətində yeni vəzifə yaradılır. Regional siyasət məsələləri üzrə dövlət naziri postunu Mamukam Dinaradze tutacaq. Baş nazirin sözlərinə görə bu vəzifə Gürcüstan hökumətinin strukturunda yaradılacaq. Qanunvericiliyə müvafiq dəyişikliklər qüvvəyə minənədək, yəni sentyabrın ilk həftəsinədək Mamukam Dinaradze regional inkişaf naziri vəzifəsini icra edəcək. Bununla yanaşı o, vitse-premyer statusunu da qoruyub saxlayacaq. İrakli Qobaxidzenin bildirdiyinə görə nəzərdə tutulan dəyişikliklər çərçivəsində sentyabr ayına Regional İnkişaf Nazirliyi ləğv ediləcək. Nazirliyin funksiyaları regional siyasət məsələləri üzrə dövlət nazirinin səlahiyyətlərinə veriləcək. Hazırki regional inkişaf naziri Qaxa Qulidan isə infrastruktur nazirinin birinci müavini vəzifəsinə təyin olunacaq. Gürcüstan hökumətinin strukturunda regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsi yaradılacaq. Bu vəzifəyə cənab Mamukam Dinaradze təyin olunacaq və o, eyni zamanda baş nazirin müavini vəzifəsini də icra etməyə davam edəcək. Bildiyiniz kimi, bir neçə ay əvvəl Mamukam Dinaradze hüquq mühafizə orqanları məsələləri üzrə dövlət naziri vəzifəsinə təyin edilmişdi. O, bu müddət ərzində hüquq mühafizə orqanları arasında koordinasiyalı fəaliyyət sisteminin formalaşdırılmasına mühüm töhfə verib. Həmin dövrdə görülən işlər artıq imkan yaradır ki, gələcəkdə hüquq mühafizə strukturlarının səmərəli koordinasiyası və fəaliyyəti dövlət naziri kimi ayrıca xüsusi vəzifə olmadan da təyin edilsin. Bugün dövlətin qarşısında duran ən mühüm çağırış və vəzifələrdən biri regional siyasətin gücləndirilməsidir. Regional siyasət məsələləri üzrə dövlət naziri bölgələrdə idarə etmənin səmərəli təşkilinə və effektivliyinin təmin edilməsinə cavabdeh olacaq. Məhz bu missiyanın xüsusi əhəmiyyətini nəzərə alaraq, dövlət naziri vəzifəsinin siyasi komandamızın liderlərindən biri olan Mamukam Dinaradzeyə həvalə edilməsi barədə qərar qəbul etdik. Bir tərəfdən bu böyük şərəfdir, digər tərəfdən isə ciddi məsuliyyət və çağırışdır. Son aylar ərzində birlikdə çalışdığım komandaya təşəkkürümü bildirirəm. Necə ki, əvvəlki vəzifəmdən başlıca ayrılıram. Eləcə də yeni vəzifədə
başlıca çalışacağam. Cənab Baş nazir, çox sağ olun, bu təklifi qəbul edirəm. Regionlar komandamız üçün xüsusi prioritetdir. Buna görə də bunu sadəcə yeni vəzifə deyil, böyük bir çağırış hesab edirəm. Çünki bu istiqamətin daha da gücləndirilməsi həm böyük məsuliyyət, həm də ölkəmizin regionları qarşısında müəyyən etdiyimiz məqsədlərə daha sürətlə nail olmaq üçün mühüm fürsətdir. Əsas məqsədimiz idarə etmənin daha səmərəli olmasıdır. Bu məsuliyyətli işdə bütün təcrübəmi komandamızın və ölkəmizin inkişafına sərf edəcəyəm. İndiyədək necə vicdanla çalışmışamsa, bundan sonra da eyni əzmlə fəaliyyət göstərəcəyimə inanıram. Səhiyyə naziri Mixail Saacveladi Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Silviu Domentis ilə görüşüb. Uzun müddətli əməkdaşlığa görə ona təşəkkür sertifikatı təqdim edib. Görüş zamanı tərəflər Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə həyata keçirilən islahatları, o cümlədən Gürcüstanın malyariyadan azad ölkə statusu əldə etməsini, C hepatitinin eliminasiya proqramını, dərman vasitələri üzrə referant qiymət mexanizmini və DRG maliyyələşdirmə sistemini müzakirə edərək yekun qiymətləndirmə aparıblar. Qeyd olunub ki, bu layihələr vətəndaşların keyfiyyətli tibbi xidmətlərə çıxış imkanını artırıb. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti aidiyyatı qurumlarla koordinasiyalı şəkildə həyata keçirilən tədbirlər nəticəsində Gürcüstandan 96 xarici ölkə vətəndaşını deportasiya edib. Qurumun məlumatına görə deportasiya olunanlar arasında Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, İraq, Nigeriya, Belarus, Kuba, Albaniya, Özbəkistan və digər ölkələrin vətəndaşları var. Qüvvədə olan qanunvericiliyə əsasən deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub. Tiflisdə 21 kiloqrama yaxın narkotik vasitə ələ keçirilib, 3 nəfər saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyi yayır. Hüquq mühafizə əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşayış evlərində apardıqları axtarışlar eləcə də onların göstərdikləri yerlərdən sübut kimi satış üçün hazırlanmış küllü miqdarda narkotik vasitə aşkar edərək götürüblər. İstintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən bəziləri xüsusi hazırlanmış istixanada tərkibində narkotik maddə olan bitkiləri küllü miqdarda qanunsuz yetişdiriblər. Həmçinin narkotik vasitələrin qablaşdırılması və yetişdirilməsi üçün istifadə olunan materiallar da götürülüb. Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır. Cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. SEMEK-in 30 iyul 2026-cı il tarixli qərarına əsasən məhdud məsuliyyətli cəmiyyət olan MAMED-in təbii qazın paylanması üzrə lisenziyası ləğv edilib. Bunun əvəzində avqustun 1-dən etibarən Marneuli bələdiyyəsinin Qızılacılı kəndində təbii qazın paylanılması fəaliyyətini məhdud məsuliyyətli cəmiyyət olan SOCAR Georgia Qaz həyata keçirəcək. MMC MAMED-dən təbii qaz alan bütün istehlakçılar MMC SOCAR Georgia Qazın abonenti kimi qeydiyyatdan keçməlidir. Məişət istehlakçıları üçün tarif 47 tetrini təşkil edir. Qeydiyyatdan keçmək üçün avqustun 1-dən 5-nədək Marneuli Xidmət Mərkəzinə müraciət etməyinizi xahiş edirik. Ünvanı Marneuli şəhəri, Yağılca küçəsi, nömrə 23. Xidmət mərkəzi şənbə və bazar günləri də fəaliyyət göstərəcək. Müraciət zamanı şəxsiyyəti təsdiq edən sənəd, ünvan, telefon nömrəsi və sayğacın fotosunu təqdim edin. Məlumatı həmçinin aşağıdakı vasitələrlə göndərə bilərsiniz. Şirkətin rəsmi elektron poçt ünvanı socargaz@sokar.g, WhatsApp və Viber vasitəsilə telefon nömrəsi 577 33 03 46. Əlavə suallarınız yaranarsa 16 114 nömrəli qaynar xəttə müraciət edə bilərsiniz.